İçəri şəhərdə Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günü münasibətilə geniş mədəni proqram təşkil olunub. Tədbirdə iki qardaş xalq arasında mədəni əlaqələrin inkişafı, ortaq irsin təbliği və əməkdaşlığın perspektivləri ön plana çıxıb. Şimali Kiprin zəngin mədəni irsini əks etdirən rəngarəng proqram təqdim olunub. Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günü ilə bağlı tədbir Bakı Fotoqrafiya evində keçirilən mətbuat konfransı ilə başlayıb. Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı, mədəni əməkdaşlığın genişləndirilməsi, ortaq tarix və milli mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Artık kültürel etkinlikler yapmak istedik ve bu doğrultuda bize izin verdiler. Bir kere kendilerine buradan yürekten halkım adına teşekkür ediyorum. Ve bu güzel izni aldıktan sonra da biz istedik ki kültür köprüleri kuralım. Ve bu kültür köprüleriyle Kuzey Kıbrıs Türk Cumhuriyeti ile bu güzellikleri Can Azerbaycan'daki kardeşlerimizle buluşalım. Folklor rəqsləri, canlı musiqi nömrələri, Azərbaycan milli rəqsləri, eləcə də tanınmış modelyer Abdullah Öztoprakın moda nümayişi və xına gecəsi mərasiminin səhnələşdirilmiş təqdimatı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Medya ilişkilerimizin de geliştirilmesi noktasında son derece önemli girişimler başlattık. Azerbaycan Devlet Televizyonu'yla birlikte işbirliğine ilk imzalarımızı attık. Yerel televizyon kanallarıyla gidip görüştük. Bütün işbirliklerimiz gelişiyor. Təkcə mədəniyyət sahəsində deyil, eyni zamanda ölkələrimiz arasında son illərdə sıxlaşan əlaqələr, həm də iqtisadi ilişkiləri və təhsil sahəsində münasibətləri nəzərdə tutur. Bu baxımdan Azərbaycandan çoxsaylı tələbələr Şimali Kipr Türk Respublikasının universitetlərində təhsil almağa üstünlük verirlər. Müxtəlif sahələrdə, kənd təsərrüfatı sahəsində, ticarət sahəsində əlaqələrimizin inkişaf etdirilməsi üzrə iki tərəfli danışıqlar aparılır. Qeyd edək ki, Mədəniyyət Günü Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında dostluq münasibətlərinin və mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Tədbir gün ərzində müxtəlif mədəni proqramlarla davam edib. Nərgiz Orucova, Nərmin Malik qızı, ATV xəbər.